Həftəlik bürclər 5 yanvardan 12 yanvara doğru hava ünsürləri, dolça ikizlər, tərəzi bürcləri nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə aram-aram irəliləyəcəksiniz. Elə bir addım və hərəkətləriniz yarımçıq pauza şəklində olacaq. Tam özünüzü hansı istiqamətdə aktivləşdirməyiniz, tam özünüzü hansı istiqamətdə doğru aparmağınız boşluqda olacaq. Sanki bilirsiniz necə qarmaşıqlığın içərisində olacaqsınız, qarışıqlığın içərisində olacaqsınız. Hərəkətlərinizə risk etməyə, şansınızı, özünüzü dəyərləndirməyə, bir qəribə bir nataraz vəziyyətdə olacaqsınız. Elə bir öz günəşinizi, öz enerjinizi ala bilməyəcəyiniz bir məqamın tərkibində olacaqsınız. Bu həftənin sonlarına doğru istədiyiniz, güclənmək istədiyiniz şans, özünüzü yeni bir dəyərə doğru aparma, manipulasiya, yenilənmiş bir enerjilər sizin ətrafınıza dövrəyəcək. Lazım olanı götürmək lazım. Bu həftə analiz qüvvənizi aktivləşdirməsi dolçalar. Yəni, hərəkət etməyən bir vəziyyətdən sürətlənmiş bir vəziyyətə keçidinizi bacaracaqsınız. Pis həftə deyil. Həftənin önlərində yarımçıqlıq, qarışıq vəziyyətiniz olmasa bu həftənin sonlarına doğru tutacağınız şanslarınız özünüzü qabağa çəkmək, beyin olaraq, məntiq olaraq güclənməyiniz sizi çox pozitiv bir alana doğru aparacaq və bu alandan istifadə etməyi bacaracaqsınız. Ümumi dəyərləndirsə 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bu həftə şəxsiyyətə doğru köklənməyin. Bu həftə iş, pul, maddiyyat enerjisi sizin yeni bir, belə deyim də, başlanğıcı, özünüzü kəşf edici bir vəziyyətdə aktivləşdirəcək. Uşaqla, ailə ilə də əlaqədar olaraq tarazlığınızı dolçalar bərpa etməyinizi məsləhət görürəm. Əkizlərə gələndə isə əkizlər bu həftə xoşuma gəlməyən bir məqamda dayanmış. Yəni, mənim sevmədiyim məqam bilirsiniz nədir? Hər şeyi dağıtmaq, hər şeyi parçalamaq istəyiniz, hər şeyi sıfırlamaq istəyiniz. Şəxsiyyətlə əlaqədar olan biraz problemləriniz daha çox olacaq, özünüzü ifadə etmək istəməyəcəksiniz, problem və narahatçılıqlardan əkizlər qaçmağa çalışacaqsınız. Ən çox da əkiz qadınlar bu həftə çox sərt olacaqsınız. Yəni, biz bəzən danışanda özümüzü başqa insanlara yerinə qoyma funksiyasını aktivləşdirməliyik. Bu həftə üzr istəyirəm. Bu həftə o sizdə olmayacaq. Ruhsal enerjinizin təmizliyini bacaracaqsınız. Maddisal stabilliyinizi qurmağa bacaracaqsınız. Dəngəvizi, alım-verim dəngəvizi, mədaxil, məxaric dəngəvizi stabilləşdirməyə çox gözəl bacaracaqsınız. Amma beyniniz bu həftə sizin əkizlər ən böyük düşməninizdir. Yəni, beyninizdə olan negativliklər, düşüncələr, parçalanma, ayrılma, təklik, özümüz zaman çərçivəsində də o söz haqqımı gücləndirmə, idarə edicilik, bunlar heç bir normal qərar deyil. Bunlar hamısı təkliyə doğru, belə deyim də, istək və arzuların insanlara sizdən uzaqlaşmasının, boşluqda qalmağınıza səbəb olacaq. Buna isə ehtiyac yoxdur. Maddi baxımından gələcək sizə maddiyyat cəhətdən bu həftəni qurtara bilərsiniz. Şəxsiyyət cəhətdən, sosiallıq cəhətdən, insanlarla aktivləşmə baxımından isə pozitiv alanda olacağınızı görmədim. Əkizlər buna fikir verməz. Sanki bilirsiniz necə, hər kəsin danışdığı sözlər, hər kəsin danışdığı hərəkətlər sizin zaman çərçivəsinə doğru qıcıqlanmağınızı, zaman çərçivəsinə doğru negativliyinizi daha da artıra bilər. Bu qədər negativ olmağa əkizlər ehtiyac yoxdur. Çünki balansınız 66-67% civarında dəyişəcək. Tərəzilərə gələndə tərəzilərə afərin olsun sizə. Siz həftənin yenilənmələrindən, ayın yenilənmələrindən, ilin yenilənmələrindən istifadə etməyə bacarırsınız. Bu həftə uğurlu bir həftə olacaq sizə. Çünki necə gücünüzü hər kəsə bildirəcəksiniz. Sizə inanmayan insanların sizə inamı artacaq. Sizə, belə deyim də, ehtiyac duymayan insanların sizə ehtiyacı artacaq. Stabillik qura biləcəksiniz. Zamanın idarəsini bacaracaqsınız. Tam güclü formada maddisal qüvvənizi, məntiqinizi işə sala biləcəksiniz. Amma və lakin ailəvinizlə bağlı tarazlığı pozacaqsınız. Yəni, biz bəzən hər şeyi çox istəyəndə edə bilərəm, bacara bilərəm, istəyinə yüksələndə bəzi qurbanlara vermək məcburiyyətindəyik tərəzilər. Bu qurbanlardan da sizin ailənizə, özünüzə doğru gələn qurbanlardır. Balansınızın ədalətdir də, sizin missiyavız, sizin görünüşünüz ədalətdir. Hər şey ədalətli formada tərəzilərə aparmaq sizə məsləhət görürəm. Ümitsizliyinizin normadan çox olmasına baxmayaraq, məntiq olaraq, beyin olaraq, belə deyim də, hər şey şahmat oyunu kimi aktivləşdirməyiniz sizi bir addım qabağa aparmağa səbəb olacaq. Xoşuma gəldiniz. Yeni ilin ilk həftəsidir. Belə hisslərinizi, stabilliyi, dəngəvizi, gücünüzü aktivləşdirəcəksiniz. Amma ailəvinizlə əlaqədar onun tarazlığı bərpa edə bilirsiniz, çox gözəl ola bilər. 83%-ə qədər həftəvizi tərəzilər uğurlu edə bilərsiniz. Sağlamlığı nə qədər xoşuma gəlməyən, özüm kimi burun boğaz sistemimizdə və ciyərlərimizdə narahatçılıqlar var. Onlara fikir verirsiniz, daha yaxşı olar.